Salam müəllimlər, bugün yenə nəzəriyyələrlə davam edirik. Bugün sizə yeni bir testin izahını verəcəm. Deməli, pedaqoji yanaşmalar haqqında fikirlərdən biri yanlışdır. Baxaq görək hansı yanlışdır. A bəndi. Uşağın öyrənmə prosesində sosial qarşılıqlı təsir və müəllim yönləndirməsi ilə inkişafı. Bəli, sosiallıq müəllim yönləndirməsi varsa, bu Lev-Vygotsky nəzəriyyəsidir, doğru. Uşaqların tam sərbəstliklə özlərinə uyğun öyrənmə mühiti seçməsi və fərdi bacarıqları inkişaf etdirmə, özünə uyğun öyrənmə mühiti Montessoridədir. Bu da doğru. Uşaqların təxəyyül və yaradıcılığının nağıl, rəsm, bədii fəaliyyət vasitəsilə inkişafı. Bəli, bunlar hamısı Valdorfdadır, doğrudur. Uşaqların müxtəlif yaş qruplarında bir yerdə layihə və əməkdaşlıq yolu ilə öyrənməsi, layihə varsa, əməkdaşlıq varsa, Reggio Emilia. Uşaqların sensor və hərəki materiallarla təkbaşına sərbəst öyrənməsi, heç bir müəllim müdaxiləsi olmadan tam idarə olunma. Əziz müəllimlər, belə bir Vygotsky'yə aid bizim fikrimiz yox idi. Vygotsky yaxın inkişaf zonasını dəstəkləyir, aktual inkişaf zonasını, uşağa kömək etməyimizi dəstəkləyir. Burada isə təkbaşına sərbəst öyrənmə. Burada əsasən Montessori yanaşması ilə də bağlıdır, Frebellə də bağlı ola bilər, əlaqəli ola bilər daha doğrusu. Yəni bizim yanlış variantımız E bəndidir.